Bir gün bir kral zəfərlə geri öz sarayına dönürdü. Bütün ordusu və xalqı onu alqışlayırdı. Kral sarayına yaxınlaşarkən bir pişik susuzluqdan yıxıldı. Bunu görən kral atını saxlayıb atından endi və paltarı ilə quyudan su çəkərək ovucunda kiçik pişik pişiyə su içirtdi. Bunu görən xalqı gülüb kralı qınadılar ki, buna bax, bu cür koskoca bir kral bir pişikdən ötürü öz əllərini kirlətdi. Amma göylərdə biri vardı ki, o mələklərinə dedi ki, kralın bu hərəkətini xalqı qiymətləndirə bilmədi. Amma ketinin duası onu mələklərin də ulaşa bilməyəcəyi bir mərtəbəyə qaldırdı onu. Kral cənnətin kralına çevrildi. Kral yatıb yuxusunda gördü ki, cənnətin qapısında yazılıb ki, bir damla su bəzən insanın ömrünü bütünlüklə dəyişə bilər və mələklərin sahib ola bilməyəcəyi bir yeri ona nəsib edə bilər. İndi dostlar, heyvanların dilsiz, ağızsızdır. Çoxsu onlara qarşı pis rəftar edir. Onlar heyvandırlar. Əlinizdən nə gəlirsə, onlara yardım etməyə çalışın. Bilmək olmaz ki, onların duası bizi hansı yerlərə aparıb çıxardar. Diqqətinizə görə çox sağ olun.